سماوات رحمت açıbdin Xudaya orucluqdaya Semavat rəhmət açıbdin Xuda orucluqda açıqdin Sailə babı əta orucluqda Huzur Hazret Dadariden Kelam Allah Resul'e nazil olup bermela orucluqda Bu ayda bəndəsin Allah qonaqlığa çağırır Bu ayda bəndəsin Allah qonaqlığa çağırır Amandı dərdinə al, gəl dəva Orucluqda Amandı dərdinə gəl al dəva Orucluqda oxu kitabidə Ud'uni əstəcib Ləkumi dua eləyki Əllərvi aç gecənin bu aləmində Dua elə, dua Möminin silahıdır Dua eləyki Qəyitməz dua orucluqdan Varındı fürsət eləməsiyyətdən istiğfar Estağfirullahellezî la ilahe illa huvel hayyul qayyum Er-Rahmanur-Rahim Zülcelali vel ikram Bedi'us semavati vel ardı min zulmi ve cürmi Ve israfi ala nefsi ve tubu iley Bir decinən istiğfar ilə Bu əziz gecələrdə varındı fürsət eləm Məsiyyətdən istiğfar Keçər Xudaya səri o rızaya orucluqda Bu ayda Fatimə həm şadimandı Həm məhzun Qərin olubdu nişatə əza orucluqda Balası Məhdiyə təbrik ola ki Dünyaya qədəm qoyub Həsəni müştəba orucluqda 4 gün bundan qabaq, 3 gün bundan qabaq qeyd elədik Cəhanı aydın edib nuri tələti hüsni Tapıb onu ilə Mədinə ziya orucluqda Olubdu şəhri Mədinə səray nur Amma Olubdu şəhri Mədinə Saray nur amma Geyibdi məscid-i Küfə qəraya orucluqda Mədinə məscidi bəzənib İmam Həsənə görə Küfə məscidi qara geyib Geyibdi məscid-i Küfə qəraya orucluqda Nənoy cəşni təvəllüd tutaq İmam Həsənə Ki qanına boyanıb murtaza orucluqda Əlini zülm ilə öldürdülər namaz üstən Şəhid olur şərəfi Awliya oruçluqda
Əlini zülm ilə öldürdülər namaz üzdə. Şəhid olub şərəf-i avliya oruçluqda. Necə bugün biz şiələrə böhtan atırlar. Deyirlər, onlar İmam Əlini Peyğəmbərdən üstün bilirlər. Onlar bəzi məsələlərdə çox böyük səhvlərə yol verirlər. Şiələrin namazı yoxdur. Şiələrin orucu... Yalan deyirsiniz, and olsun Allaha. Necə bizim imamımıza iftira attınız. Məsciddə zərbətləndi. Amma eşidənlər, duyanlar dedilər, nə? Məgər Əli namaz qılırdı ki, məscidə getmişdi. Sənin məzlum canına qurban olum Əli, Əli. Əlini zülmülə öldürdülər namaz üzdə. Şəhid olub şərəf-i avliyaya orucluqda. Bu gecə o zərbət dəydi mübarək başa. Gördülər Cənab-ı Cəbrail-i Əmin, Allahın peyki, Allahın müqərrəb mələyi yerlə göy arasında səsləndi. Nə? Ya əhlal aləm qutilən Əli fil mihrab. Ey əhli aləm, Əlini öldürdülər, Əlini öldürdülər. Namaz üstə öldürdülər. İndi namaz qılana hörmət eləyirlər, Quran oxuyana hörmət eləyirlər. Balaca bir çocuğu görsələr namaz qılır, 70-80 yaşında bir dədə gələr, onun əlindən öpər. Əgər görsələr bir balaca bir çocuk Kur'an oxuyur, 80 yaşında bir dədə ayağa durar, deyər Kur'an əhlidir, yerin verər ona. İmamlarımıza qurban olun, məsumlarımıza qurban olun, nə qədər məzlumdular. Həzrəti Əli namaz üstündə şəhid elədilər, başından vurdular. İmam Hüseynin kəsi başı Küfədə Kur'an oxudu, daş vurdular. Hörmət eləmədilər, ehtiram eləmədilər. Samiti Kur'an yerə gəldi, Natiq-i Kur'an yerdən göyə getdi. Natiq-i Kur'an'ı öldürdülər. Allah bizi Samit və Natiq Kur'an'dan ayırma, onlardan olmayaq, o müsəlmanlardan olmayaq ki, Kur'an oxuyanlar yığışıb kərb-ı bəlaya, Kur'an'ı şəhid eylədilər ayə və ayə. Hamı Kur'an oxuyanlar idi, İbn-i Mülcəm Allah lənət eləsin. Gecə namazı qılan idi, gecə namazın bir gün belə qəzaya verməzdi. Amma o məlun, o şil olmuş əlləri ilə gəldi məsciddə Həzrəti Mevlanı zərbətlədi. Bugündən Küfədə 400'ə yaxın ailə iftarsız qaldı. O yetim balalar babasız qaldı. Esselamu aleykə ya əmirəl müminin. Gəlin hamımız ədəblə əlimizi qoyay sinəmizə. Adam bir böyük adamı görəndə onun qabağında necə təzim eləyər, necə salam verər. Gəlin bu gecə bir salam verək imamımıza, yəqinimiz olsun. O bizim salamımızın cevabını alacak. Esselamu aleykə ya emirel müminin. Mən layık deyiləm, sən salam verəm. Sən lütf verirsən sadəcə. Esselamu aleykə ya Mevla.
مولى الموحدين. السلام عليك يا أبا الحسن، السلام عليك يا علي، بأبي أنت وأمي ونفسي وولدي ومالي، يا إمام المتقين.